Qax rayonunun inzibati ərazisində dəniz səviyyəsindən 1800 metr hündürlükdə, Yamaç dağının ətəyində yerləşir. Kəndin ilk sakinləri Cəlairilər tayfasından olub. Kənd 16-cı əsrin ortalarında türklər və Dağıstandan gələn Saxurların məskunlaşması nəticəsində böyüyüb. Kəndin adı iki sözün birləşməsindən yaranıb: sarı və baş. Sarı türk dilində tərəf, istiqamət deməkdir. Sarıbaş sözü baş tərəf mənasını verir. Qaxda Sarıbaşdan yüksəkdə və şimalda yerləşən kənd yoxdur. Kənd eramızdan əvvəl 4-cü, 2-ci əsrlərdə formalaşıb. Eramızın 8-ci əsrində Ərəb xilafətinin işğal etdiyi Alban dövlətinin tərkibində olub. Bu faktı Sarıbaşdan 2 kilometr aralıda yerləşən eski kəndin qalıqları da sübut edir. Kənddə qədim dövrlərdən bugünədək gəlib çatan abidələr çoxdur. Onlardan biri də müdafiə istehkamı olan səngərdir. Tarixçi Fon Plotto yazır ki, 1555-ci ildə kəndə hücuma keçən gürcülər bu səngərdən atəşə tutulublar. Rəvayətə görə Dağıstana hücum etmək istəyən ərəblər eski kənddə güclü müqavimətlə qarşılaşıblar. Bir neçə gün davam edən döyüşdə qala və divarlar darmadağın edilib. Bu rəvayətin tarixi 1380-1390-cı illərdə Əmir Teymurun Sarıbaşdan keçərək Dağıstana səfəri ilə də əlaqələndirilir. Kitabi Dədə Qorqud dastanında Sarıbaşı əhatə edən Qarşı dağının adı dəfələrlə çəkilir. Sarıbaş yeganə kənddir ki, burada qapalı kanalizasiya sistemi var. Bu da kəndin qədim tarixə malik olduğunu göstərir. Sarıbaşın tarixinə əks etdirən abidələrdən biri də kəndin mərkəzindəki məsciddir. 14-16-cı əsrlərdə inşa edilən dini abidə sonradan kəndlilərin səyi ilə təmir edilib. 1616-1617-ci illərdə Şah Abbasın qüvvələrinin bu bölgəyə hücumu zamanı Sarıbaş sakinləri ona güclü müqavimət göstərirlər. Tarixi mənbələrə görə Nadir Şah 1740-41-ci illərdə Sarıbaşda olarkən Sumuq qalasını inşa etdirib. 1912-ci ildə kənddə 919 nəfərin yaşadığı barədə məlumat var. Bu məlumatlar Qafqazski kalendar, Qafqaz qəzetlərində var. Sarıbaşlılar türk dilinin xüsusi ləhcəsində danışırlar. 20-ci əsrin 20-ci illərində Sarıbaşda 50-dən çox uşağı adlanan nəsil olub. 1950-ci ildə kənd sakinlərinin sayı 1000 nəfərə çatıb. Azərbaycanda ilk su elektrik stansiyası da məhz bu kənddə quraşdırılıb. Sarıbaşda məktəb, telefon qovşağı, xəstəxana və 1954-cü ildə inşa olunan mədəniyyət evi var. Hazırda kənddə təxminən 10-12 ailə yaşayır. Sarıbaşda əhalinin sürətlə azalmasına səbəb Xruşovun əmri ilə 1950-60-cı illərdə dağ kəndlərinin zorla düzənliklərə köçürülməsi olub. Bəzi kəndlilər düzənlikdə yaşamağa alışa bilmədiyi üçün Xruşov rəhbərlikdən gedəndən sonra Sarıbaşa qayıdıblar. Kənd Rusiyanın Qafqaz xalqlarını tabe etdirmək üçün apardığı müharibələrə də şahidlik edib. İlisu Sultanı Daniel bəy Şeyx Şamilin azadlıq ordusuna qoşulmaq üçün Sarıbaş ərazisindən keçib. Sarıbaşda qış sərt keçir, şaxta 20-25 dərəcəyə qədər enir. Qışda sakinlər üçün ən təhlükəli hadisə qar uçqunlarıdır. 1944-cü ilin martında kolxoz sədri Nəsib Nəzirov qar uçqunu nəticəsində həyatını itirib. 1955-ci ildə kənd çobanlarının həyatından bəhs edən Alagöz yaylağında filmi lentə alınıb. Görkəmli sənətkar Rəşid Beyputov 1960-cı illərdə Alagöz yaylağında kəndlilər üçün konsert verib, evlərində qonaq olub. Yamaclara, hey.
Sarıbaşlıların qışda səbirsizliklə gözlədiyi gün isə günəşin təpədən aşması hadisəsidir. Hər il fevralın 5-i, 6-sı və 7-sində günəş Alagöz dağının Yellitəpə zirvəsindən şimala doğru hərəkət edir. Bu hadisə qışın yarıdan keçməsi deməkdir. Kənd sakinləri ilin bu nadir hadisəsini izləmək üçün günəş doğmazdan əvvəl dağın qarşısında toplaşırlar. Sarıbaşda plovun 16, sürhüllünün 6, xəngəlin 7 növünü dada bilərsiniz. Ümumiyyətlə, Sarıbaş mətbəxinə 172-dən çox xörək daxildir. Sarıbaşa gedən yol dağlıq ərazidən keçdiyi üçün əvvəl qışda rayon mərkəzi ilə əlaqə tez-tez kəsilirdi. Kənd sakinlərinin bu çətinliyini aradan qaldırmaq məqsədi ilə İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində körpü salınıb. 2011-ci il noyabrın 16-sında Prezident İlham Əliyev körpünün açılışında iştirak edib. Körpünün inşasından sonra avtomobil və piyadaların Sarıbaş kəndinə rahat hərəkəti təmin olunub. Kənd əhalisi isə hər zaman Sarıbaşda yaşamağa və tarixi yaşatmağa davam edir.